أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم أولما أصابتكم مصيبة قد أصبتم مثليها قلتم أنى هذا قل هو من عند أنفسكم إن الله على كل شيء قدير صدق الله العلي العظيم صلوات اللهم صل على محمد və ali Muhammed və accil fərəcəm. Bəhsimi bu ayına başlamaq istəyirəm. Bəqərə surəsində Allah təbarək və teala buyurur ki, "Fəzkurullaha kezikrikum aba'akum əv əşəddə zikrən." Buyurur, Allahı zikr eləyin. Kezikrikum aba'akum. Öz atalarınızı zikr etdiyiniz kimi, xatırladığınız kimi Allah Taala'nı da xatırlayın. Və ya əşəddə zikrən. Allah Taala'nı daha şiddətli, daha çox zikr eləyin. Zikir nə qədər dərin olsa, onun təsiri bir o qədər çox olar. Necə olur bir dostumun adresi qabağıma çıxanda, dostum yadıma düşür, o məndə təsir qoyur bu zikir. Necə olur ki, Allahı sən zikr eləyəsən yadıma düşər. Allah yadıma düşür, amma səndə təsir qoymaya. Səni tərpətməyər. Buyurur ki, Allahı heç olmasa atalarınızı zikr etdiyiniz qədər zikr eləyin. Axı bu dostumla atanın müqayisəsi çox fərq eləyir. Yəni bir var, mən dostumu xatırladıram, ha vaxtsa mənə bir yaxşılığı dəyib. Bir də var ki, ata, ana. Yəni mənim dünyaya gəlmək səbəbim və dünyada hər nə qədər nailiyyət əldə eləyirəmsə, hamısı onların səbəbinədir. Təbii ki, onların zikrindən daha çox təsirlənməliyəm. Elə deyil. Bəs necə olur? Biz atalarımızın zikrindən bizdə olan təsir qədər Allahı zikr eləyəndə təsirlənməyək. Məgər bilmirik Allah bizi görür. Məgər bilmirik Allah hər şeyə qadirdir. Qüdrət onun əlindədir. Məgər demirik Allah. Biz Allahı qəbul edirik, biz Allah'a inanırıq. Yaxşı, bəs inanırsansa, niyə ən azı öz atavın zikri qədər, onu xatırladığın qədər Allahı xatırlayanda səndə təsir qoymur? Əgər təsir qoysa, harada göstərir? Əməldə göstərir. İmam Hüseyn əleyhissalam Mina xutbəsində üləmanı, alimləri yığır, onlara nə xitab edir? Buyurur ki, وَقَدْ تَرَوْنَا عُهُودُ اللّٰهِ مَنْقُوسَ. Siz görürsünüz Allahın əhdi sındırılır. Allahın sözü ayaq altına atılır. Allahın nişanələri təhqir olunur. Allahın ayələri ayaq altına atılır. Siz bunu görürsünüz. فَلَا تَفْزَعُونَ. Fəryad eləmirsiniz, narahatçılıq göstərmirsiniz. Və əntum li ba'di zimami abaikum tafsa'un. Amma öz atalarınıza qarşı belə bir hadisə baş versəydi, sənin öz atava, sənin öz anava, sənin öz xanımıva, öz namusuva qarşı belə bir hadisə baş versəydi, onda fəryadın aləmi götürərdi. Necə olur? Atavı zikr eləyəndə səsin çıxır. Biri gəlib sənin atavı söyəndə, aləmi qatırsan bir-birinə ki, "Ay, mən atamı, anamı söyüblər." Biri gəlib sənin namusuva bir söz desə, aləmi vursan bir-birinə ki, mənim namusuma söz deyiblər. Bəs Allahın namusu necə? Dinin namusu necə? Çadralı, hicablı xanımlarımız, İmam Hüseynçi xanımlarımız necə? Bəs burada niyə səs çıxmır? Bəs bu necə zikirdir? Bəs bu nə zikirdir ki, orada sən fəryad edirsən, deyirsən mənim atam, mənim anam, mənim namusum ortada mənimdir, mənim söhbətidir. Yəni sən Allahı mənim bilmirsən, Allahın özünkü bilmirsən, ata-ananı özünkü bilirsən, kimsə onu söyəndə düşürsən, çıxırsan meydana, əlindən gələni edirsən. Amma Allahı söyəndə, Allahı təhqir eləyəndə, Allahın nişanələrini ayaq altına atanda, Allahın namusu, dinin namusu tapdalananda, hicablı xanımlar, namuslu xanımlar, İmam Hüseynçi xanımlar zindana tutulub salınanda səsin çıxmır. İndi öz namusunu zindana salsaydılar nə olardı? Narahat olmayacaqdı. Bəzən bu vəziyyətdə oluruq ki, nəinki cəza-fəza eləmirik, bu İmam Hüseyn əleyhissalam buyurdu. O yəni fəryad eləmək, özündən çıxmaq. Nəinki onu eləmirik, bəzən heç qəlbdə də narahat olmuruq. Dərd budur. Axı bilmirsən ki, bu sabah sənin də başına gələ bilər. Məgər görmürsən gedişatı Azərbaycanda nə vəziyyətdir? Məgər Vahabilərin faizi 15 il bundan qabaq, 20 il bundan qabaq Azərbaycanda bu qədər idi? Məgər dinə qarşı olan hücumlar 15-20 il bundan qabaq belə idi? Və görmürsən günü-gündən vəziyyət acınacaqlı olur, günü-gündən vəziyyət pisləşir və bugün bu hadisə baş verirsə sabah bundan pis olacaq. Və demək ki, onun başına gəlib də mənə nə? Dindar xanımların başına gəlib də, mənim xanımın başına gəlməyib. Əgər vəziyyət bu cür gedirsə, sabah sənin də başına gələcək. Sabah xalqın başına müsibət gələcək. Məyər xəbərlər demir ki, Azərbaycana neçə min yahudi köçüb? Bu yahudilər əvvəldə Fələstinə köçəndə elə mehribançılıqla köçürlər, sonra nə onlar açdılar orada onların başına? Bu cinayətlər Azərbaycan xalqının başına gətirilməyəcək. Gətiriləcək. Necə olur? Namusum deyirsən, atam deyirsən, anam deyirsən, orada meydana girirsən, aləm bir-birinə qatırsan. Amma Allah deyir, "Fəzkurullaha kezikrikum aba'akum." Atavı zikr elədiyin kimi Allahı da zikr elə. Atavı söyəndə meydana girib narahat olursan, Allahı da söyəndə bir meydana girib narahat ol. Sən namusuma bir şey desəydilər, deyərdin, ölümünə qədər gedərəm. Düzdür? Sağlayarsan, özündən çıxarsan, aləmi qatarsan, zindanda gedib yatarsan. Niyə? Sən mənim namusum. O da Allahın namusudur da, Şiənin namusudur da, Müsəlmanın namusudur da, İslamın namusudur da. Sən buna nətər həzm edirsən ki, Müsəlman xanımın başından hicabı çəkirlər? Məgər Əli əleyhissalam minbərdə çıxıb ağlamadı. Demədi ki, o Yahudi xanımın ayağından
O xalxalı çəkəndə yeri var ki, kişi qeyrətindən ürəyə patlayıb ölsün. Bunu deyəndə Əl-İslam ağlamadı o minbərin üstündə. Nəhcü Bəlağada bu açıq-aşkar söhbəti deyil Həzrəti. Bəs nə cür olur? Allah buyurur: "Fəzkurullaha kəzikrikum abakum." Öz namusunuzu zikr elədiyin qədər, öz atalı, anamızı zikr elədiyin qədər Allah'ı da biz zikr elə, Allah'ın da namusunu zikr elə. Müsəlmanı da zikr elə, hicablı qadınları da zikr elə, zindana düşmüş xanımları da biz zikr elə. Əgər atalarınıza ehtiramsızlıq eləsəydilər, narahatçılıqdan durub dadı fəryad eləyərdiniz. Dadı fəryadın yeri buradır. Meydana çıxmağın yeri buradır. Lazımdır heç olmasa meydana çıxmırsan. Bir barmaqdır. Vurursan, yayırsan. Cihadı təbyin. Cihadı təbyin nə deməkdir? Ya özün çıx, bəyan elə haqqı. Düzdür? Ya özün çıx denən. Demirsənsə deyənlərinkini götür, yay. Bu da cihadı təbyin demək. Bu deyil, bu cihad deyil. Niyə bir dənə barmaq vurmaq həddində bütün dindarlar bunu özünə vəzifə bilmir? Allahın bu ayəsinə niyə əməl eləmir? Niyə Allahı ən azı bu qədər zikr eləmir? Öz atası qədər zikr eləmir? İmam Hüseyn əleyhissalam davamında buyurur ki, siz heç qəlbən də narahat olmursunuz. Nəinki çıxıb səs-küy salmırsınız heç, Allahı söyəndə, Allah ehtiramsızlıq olanda, siz heç qəlbən də narahat olmursunuz. Çünki əgər narahatçılıq olsaydı, bir səs ondan çıxardı. Bir paylaşım eləyərdi. Bir iş görərdi. Nəsə bir iş eləyərdi. Məlumdur ki, qəlbində də narahatdır. Bu, öz gündəlik həyatına başa qarışıb. Niyə? Bəli, mümkündür, müxtəlif səbəblər olsun. Yəni, desin ki, bunun nə faydası olacaq? Ya desin ki, Azərbaycanda düşmən daha bizə müsəllət olub. Düşmən güclüdür. Müxtəlif şübhələrlə bunu mümkündür beyninə salalar və bu addımları atmasın. Bunların hamısının cavabı var. Ən az cavabı budur ki, yəni sənin namusuna gəlib evin içində əgər hörmətsizlik eləsəydilər, sən orada deyəcəydin ki, düşmən güclüdür, mən onda heç eləməyim. Ay, mən bunu bıçaqlasam zindana düşəcəm. Sən orada onu fikirləşəcəydin, sənin namusuna qarşı kimləsə eləsəydi. O güclüdür, mən zəifəm, bu söhbətlər düşəcəkdi ortaya. Düşməyəcəkdik. Orada deyəcəksin, haqqam mən. Mən öz namusumun müdafiəsində mən haqqam. Məni burada öldürsələr də nədir? Haqq yolunda ölmüşəm. Mənə yerim birbaşa aradı, cənnətdir. Orada girəcəkdim meydana. Bu ən azıdır. Qaldı ki, Allah Taala Quranda bizə düşməni necə tanıtdırır? Allah Quranda buyurur ki, düşmən zəifdir. Düşmən nədir? Puçdur, içi boşdur. Mən bəhslərimin birində İlahi rəhbərin buyurduğu Ali İmran surəsinin 173-cü ayəsində buyurduğu 2 dənə sünnətin birini açıqladım. Bu gün istəyirəm o ikincisində işarə edən bəhsimi bu sünnəti deyib qurtarmaqla bağlayam. Deməli, orada dedi ki, 2 dənə sünnət, bu Ali İmran surəsində 2 dənə sünnəti yanbayan Allah Taala buyurur. Biri qələbə sünnətidir, biri də uduzmaq sünnəti. 2 dənə sünnətdir. Qələbə sünnətinin ayəsini oxuduq. Yəni, Ühud döyüşündən uduzandan sonra gəlirlər yaralı vəziyyətdə, yorğun vəziyyətdə, döyüşdən qayıdıblar, ümidsizlik, namidlik vəziyyətində. O tərəfdən də düşmən şaya yayıb ki, qorxun üstünüzə gəlirlər, qoşun düzəldi, düşmən təzədən hücuma keçəcək. Ay, vay nədir? Sizi məhv edəcəklər. Belə bir şayəni də yayıblar içəridə. Peyğəmbər buyurdu ki, yaralılardan qoşun düzəldin, sağlamlardan yox. Təzə də qoşun çağırmayın, yəni təzə nəfəs Mədinədə yaşayanlardan təzə nəfəs də çağırmayın. Elə bu yaralılardan qoşun düzəldin, gedirik döyüşə. Yəni mən sübut edəcəm sizə düşmənin puçluğunu. Elə bir vəziyyətdə, yəni ən ağır vəziyyətdə Peyğəmbər gedir meydana, Allah Taala da qələbəni verir. Fənqələbu bi ni'mətin minallah. Allah tərəfindən nemətlə qayıdırlar. Gedirlər düşməni məğlub edirlər, qənimətləri də götürüb gəlirlər. Və fadlin minallah. Allah tərəfindən fəzilətlə qayıdırlar. Ləm yəmsəshum su. Heç bir pislik də onlara dəymir. Heç bir zərər də onlara dəymir. Bu yaralılar güclərlə qoşun gedirlər orada. Bu bir dənə sünnəti idi, qələbə sünnəti. Yəni sən meydana gir, sən həsbunallah və ni'məl vəkil de. O şayələr düşmənin qorxutmaqlarından qorxma. Sən öz vəzifə həyata keçir, Allah Taala qələbəni sənə verəcək. Bunu bəyan etdik. Amma burada ikinci sünnəti nədir? Uduzmaq sünnəti. Burada da İlahi rəhbərin bu sözünü elə ağanın öz saytında olan məqalədən sizə oxuyuram. Ali İmran surəsində Quran bunu bəyan edir, buyurur. Və laqad sadaqakumullahu va'dahu. Allah verdiyi vədi sizə gerçəkləşdirdi. Yəni Allah sizə söz vermişdi ki, sizi qalib eləyəcək və sizi qalib elədi. Çünki Uhud döyüşündə birinci nə idi vəziyyət? Birinci müsəlmanlar qalib olurdular. Qələbəyə çatırdılar. Biz sizə vəd etmişdik ki, əgər Allah yolunda cihad etsəniz, sizi qalib edəcəyik. Biz öz vədimizi yerinə yetirdik. İstəhussunəhum biiznihi. Siz Allahın izni ilə onları sıxışdırıb geri oturda bildiniz. Əvvəlcə buna nail oldunuz. Demək, burada Allah öz vədəsinə əməl elədi, öz işini gördü. Amma sonra siz nə etdiniz? Bu ilahi vədi, bu ilahi lütfü şükürlə qarşılamaq əvəzinə hətta iza fəşiltum. Ayaqlarınız sürüşdü. Zəiflədiniz, süsləşdiniz. Fəşiltum yəni süsləşdiniz. Niyə süsləşdilər? Gözləri qənimətə sataşdı. Dünyaya nə oldular? Mübtəla oldular. Uhud döyüşündə dünyaya mübtəla oldular deyə, dünya malına rəğbət bağladılar deyənə, bunlar süsləşdilər. Bunu göstərir ki, əgər möminlər axirəti yaddan çıxartsalar,
Ölümü ki çox az bir zamanda baş verəcək. Yəni Quran deyir ki, bir gündən sonra ölürsən. Müminin surəsindədir. Allah soruşur ki, "Kəm labistum fil arz?" Yer üzündə nə qədər yaşadınız? Yevmen. Qiyamətdəkilər, cəhənnəmdəkilər nə deyəcəklər? Bir gün. Əv ba'da yevmin. Bir gündən az. Bir saat məsələn. Bir saat qaldıq dünyada. Yəni orayla bura münasibəti bura bir saat da deyil. Sənin bu 70 ilin 80 il əgər fərz ilə yaşasan burada 100 il yaşasan, münasibəti nədir? Elə bir ki heç bir saat yaşamamısan. Elə bir ki bir anlıq yaşamısan bu dünyada. Çox ani bir sürətlə gedirik hara? Qəbir daşı başımızın üstünə gələcək. Nəkir münkir gələcək. Haqq hesab gələcək. Bunlar haqqdır. Qiyamət gələcək, cənnət cəhənnəm gələcək. Tez bir zamanda bunlar gələcək. Mömin, nəyin fikrindəsən? Nə dünyanı yığmağın fikrindəsən? Maşının, evin, qızılın, dünya pərəstliyin, dünya vurğunluğunun nə dalıncasan? Başın burax. Əgər görsən qəniməti dünyanı, nə edəcəksən? Süsləşəcəksən. Onda mübarizədən əl götürəcəksən. Ağa bunu buyurur. Buyurur ki, ayaqlarınız sürüşdü, zəiflədiniz, gözünüz qənimətə sataşdı. Gördünüz ki, bəziləri qənimət toplayır. Siz də zəiflədiniz, fəşiltum. Yəni nə? Yəni müsabiqə. Baxdınız, gördünüz yarış. Hə. Gördünüz ki, bəziləri dindardır, məsələn, bozbaşdır, pul qazanır. Nə edir? Balta ilə pul kəsir. O məclisdən, bu məclisdən, oradan buradan pul çıxardır. Elə bildiniz ki, din nədir? Pul mənbəyidir. Başladınız dini oyuncaq eləməyə. Bunlar da süsləşdirir adamı. Qoymur mübarizə eləməyə, qoymur müqavimət göstərməyə, haqqı müdafiə eləməyə. Allahın xatırlayanda, zikr eləyəndə o zikrin əməli şəkildə özünü göstərməyə qoymur. Müdafiə eləməyə Allahın namusunu, hicablı xanımları, dinin namusunu. Buyurur ki, gözünüz qənimətə sataşdı. Gördünüz ki, bəziləri qənimət toplayır, sən də onlar kimi düşdün tamaha. Başın burax onların. Sən qiyaməti yadva sal. Bunu yadva sal ki, bir anlıq mən buradayam, sabah başımı qoyacağam. Onlarla yarışa düşdünüz, tamaha düşdünüz, fəşiltum. Oldunuz, süst. Zəiflik göstərdiniz və tənazə'tum. Aranızda çəkişməyə qalxdınız. İxtilafa başladınız. Elə ki, arada ixtilaf düşdü, zəiflədiniz. Görürsünüz, bu Quran ifadələri üzərində elmi və sosioloji baxışlar aparılmalıdır. Tədqiqat aparılmalıdır. Bir ölkə, bir dövlət, bir hakimiyyət necə irəliləyir, necə dayanır və necə süqut edir. Harada süqut edir? Bəli, amillərini bu Quran bizə göstərir. Ki, dünyaya tamahkarlıq eləsə, bu inkişafdan dayanır. Amma əgər dünyanı axirət üçün qərar versə, bu inkişaf edir. Peyğəmbər sizə demişdi ki, filan işi görün. O təpənin başında, o səngərdə durun. Səngəri müdafiə eləyin. Düşmənin qabağından dala çəkilməyin. Allahın vəlisinin sözünə qulaq asın. Ətiyallahu və ətiyur rəsul. Allahın sizin üçün təyin etdiyi rəhbərin sözünə itaat edin. Orada sizi qoyub ki, qal burada, səngərdə tərpənmə. Gördün cəmaat toplayır, sən də düşdün tamaha. Düşdün dalınca, neynədin? Zəiflədin. Tamamında buyurur ki, minkum mən yuridu dunya və minkum mən yuridul axirə. Thumma sarafakum anhum. Sizdən dünyanı istəyənlər var. Sizlərdən yəni bəziləri dünyanın arxasındasınız. Dünyanı istəyirsiniz, dünya fikirləşirsiniz, dünyanın tamahındasınız. Və bəziləriniz də ahirəti istəyirsiniz. Sonra Allah sizi onlardan uzaqlaşdırdı. Yəni, sonra siz məğlub oldunuz. Ühud döyüşündə müsəlmanlar məğlub oldular. Bir halda ki, Allah vədə vermişdi. Yəni, sən təsəvvür elə, Allah sənlə diyaloqa girir, söhbətə girir Allah sənlə. Sənə deyir ki, yəqin bil, mən vədə verirəm, söz verirəm, qələbə sənindir. Söz verirəm, qələbə sənindir. Amma nə olur? Uduzursan. Deyirsən, bə nə oldu? Və Allah demişdi, axı vədə vermişdi. Məgə Allah da öz sözünün əleyhinə çıxar. Deyir, yox, mən vədə vermişəm, vədəmdə haqqam. Sən gəldin, zəifliyi göstərdin, tamahkarlıq elədin, axirəti yaddan çıxartdın, vəzifəni yerdə qoydun, ilahi rəhbərə itaat eləmədin. Sən ixtilafa düşdün, sən tənazu elədin, bir-birinizlə dava saldınız, ixtilaf yaratdınız, ittihad, vəhdət yaratmadınız, vəhdəti pozdunuz. Siz zəifliyi göstərdiniz, düşmən sizə qələbə saldı. Yoxsa Allah verdiyi vədəsinin üstündə var idi. Deməli, ilahi sünnət burada icra oldu. İlahi sünnət nədir? İlahi sünnət budur. Əgər sən öz vücudunda olan zəifliyi aradan götürsən, Allah nə edəcək? Səni qalib eləyəcək. Amma əgər sən öz vücudunda olan zəifliyi aradan götürməsən, Allah and etsə belə ki, and olsun mənim izzətimə səni qalib eləyəcəm. Amma sən zəifliyi götürmürsən aradan. Sən meydana girmirsən, sən ixtilafı aradan götürmürsən, sən vəzifəvi yerinə həyata keçirtmirsən, vəzifələri icra eləmirsən. Onda Allah səni qalib etməyəcək. Bu sünnətdir, bu ilahi sünnətdir. Bundan da bizim bəhsimiz qutardı. Elhamdülillahi Rabbil alemin və sallallahu ala Muhammedin və alihi tahirin.